İndi bir bağlantımız olacaq. Proqramın əvvəlində də bildirmişdim. Azərbaycan münaqişə başlayan gündən təhlükəsiz keçid təmin eləyir Astara sərhəd keçid məntəqəsindən. İndi əməkdaşımız Cavid İmaməliyev hazırda dövlət sərhədindən buraxılış məntəqəsindədir. Bugün İrandan Azərbaycan sərhədi ilə təxliyə edilən vətəndaşlar barədə ətraflı məlumat verəcək. Axşamınız xeyir olsun Cavid. Buyurun, eşidirik sizi. Salam Novruz, axşamınız xeyir. ABŞ və İsrailin İrana zərbələri ilə bağlı İrandan yerli və xarici vətəndaşların təxliyəsi prosesi davam eləyir və 28 fevral saat 08:00-dan indiyənədək 240-dan çox Azərbaycan vətəndaşı və 1000-ə yaxın xarici vətəndaş ölkəmizə təxliyə olunub. Biz hazırda Astara dövlət sərhəddindən buraxılış məntəqəsindəyik və bu keçid məntəqəsi İrandan təxliyə olunan vətəndaşlar üçün əsas keçid məntəqəsi rolunu oynayır və bildirmək istəyirəm ki, Serbiya, İsveç, İsveçrə, Slovakiya, Rusiya, Pakistan kimi ölkələrin diplomatik nümayəndələri və səfirlikləri bu məntəqədən keçməklə öz ölkələrinə gedirlər və hazırda da müxtəlif ölkələrin diplomatik nümayəndələri Astara dövlət sərhəddindən buraxılış məntəqəsinə yaxınlaşıblar və burada müəyyən prosedurlardan keçirdikdən sonra öz ölkələrinə qaytarılacaqlar. Qeyd edim ki, burada gücləndirilmiş iş rejimində insanların, vətəndaşların təxliyəsi prosesi davam eləyir. Təxliyə olunanlar üçün hər bir şərait yaradılıb, isti çay ocaqları düzəldilib, əraziyə təcili tibbi yardım briqadaları cəlb edilib. Təxliyə olunan vətəndaşlar xüsusi avtobuslarla öncə paytaxtda, oradan isə aidiyyəti üzrə ölkələrinə göndərilirlər və bir daha xatırladım ki, indiyənə qədər 240-dan çox Azərbaycan və 1000-ə yaxın əcnəbi vətəndaş İrandan ölkəmizə təxliyə olunub və bu gün səhər saatlarından etibarən daha çox müxtəlif ölkələrin diplomatik nümayəndələri təxliyə üçün buradan öz ölkələrinə qayıdırlar. Mənim bu saata çatdıracaqlarım bu qədər. Söz yenidən sizdədir. Teşekkür edirəm Cavid. Ətraflı məlumat verdiyiniz üçün. Cavid İmaməliyev Astara dövlət sərhədindən buraxılış məntəqəsində idi və təxliyə prosesi qeyd etdiyimiz kimi davam eləyir.